Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bir daha salamlayırıq sizi əziz dostlar. Ramazan ayının axır günləridir. Allah hər birinizə gələcək bayramı, yəni gələn bayramı mübarək etsin. Bu günləri nəzərə alaraq, axır günləri nəzərə alaraq siz əzizlərin diqqətinə Fitr bayramı namazının məsələsini istəyirik çatdıraq. Bu məsələdə də Ayətullah Sistani, Ayətullah Xameneyi və Ayətullah Məkarim Şirazi ağaların nəzərinə əsasən Fitr namazının məsələsində, yəni Fitr namazı müstəhəb olan namazlardandır. Məxsusən qeybət dövründə, yəni imamın qeybətdə olan dövründə bu namaz müstəhəbdir. Bu namazı fərq etməz furada şəkildə, cəmaat şəklində qılınması tövsiyə olunur alimlərimiz tərəfindən. Namazın qılınmasında diqqət olunmalıdır. Günəş artıq çıxan kimi, elə ki günəş çıxdı, bu namazın əsas, yəni əfsəl, daha yaxşı olan vaxtı başlamış hesab olunur. Bu namazın qılınma qaydası isə, əlbəttə siz əzizlər bu məsələlərə agahsınız, məsələdən xəbəriniz var və yeni də siz əzizlərə diqqətinizə çatdırmaq üçün deyirik ki, bu namazın qılınma qaydası 2 rükətdən ibarətdir. Əgər bir şəxs 2 rükət namazı qılarsa, Fitr namazının niyyəti edəcək və həmçinin 1-ci rükətdə 5 qunut, 2-ci rükətdə 4 qunut tutacaqdır. Yaxşı olar ki, 1-ci rükətdə Şəms surəsini, 2-ci rükətdəĞaşiyə surəsini, yəni Fatihə surəsindən sonra deyilsin. Elə ki, Şəms surəsi deyildi, Allahu Əkbər dedi, qunut etdi, 1-ci qunut, yenə Allahu Əkbər dedi, qunut etdi, 2-ci qunut, Allahu Əkbər dedi, qunut etdi, 3-cü qunut, Allahu Əkbər dedi, qunut etdi, 4-cü qunut, Allahu Əkbər dedi, qunut etdi, 5-ci qunut. Bir də Allahu Əkbər deyib, rukuya və səcdiyə gedəcəkdir. 2-ci rükətdə də Fatihə surəsini bitirdikdən sonraĞaşiyə surəsini deyəcək. Əlbəttə, yenə də deyirik, bu surələri demək müstəhəbdir. Yəni, hər bir surəni istəsə deyə bilər. İxlas surəsi də deyə bilər, Kəvsər surəsi də deyə bilər. Amma daha yaxşıdır, daha əfsəldir. 2-ci rükətdəĞaşiyə surəsini desin.Ğaşiyə surəsini bitirdikdən sonra Allahu Əkbər deyib qunut edəcək, yenə Allahu Əkbər deyib 2-ci qunutu edəcək, yenə Allahu Əkbər deyib 3-cü qunutu edəcək, yenə Allahu Əkbər deyib 4-cü qunutu edəcək. 4-cü qunutu etdikdən sonra bir Allahu Əkbər deyib rukuya və səcdələrə gedəcəkdir. Və həmçinin daha yaxşıdır qunutlarda məruf olan duaları etsinlər. Allahumma əhləl kibriya evvəl azəmə və əhləl cudi və cəbarut ki duası var. Onu hər bir qunutda etməyi daha yaxşıdır. Amma hər bir duanı etsə, qunutu hesablanacaq. Yəni qunutu, hər bir qunutunda istədiyi duanı edə bilər. Hətta Allahumma salli alə Muhammed və ali Muhammed, məsələn, bir dənə bu duanı etməklə də kifayətlənə bilər. Bəs 1-ci rükətdə 5, 2-ci rükətdə 4 dəfə qunutu deməklə rukuya, 2-ci rükətdə rukuya gedəcək səcdələrə təşəhhüd salam deyib namazı bitirəcəkdir. İnşallah oruclarınız qəbul olsun. Allah sizdən ali dərəcədə bu Ramazan ayını qəbul eləsin. Əssəlamu aleykum və rəhmətullah.